Quran kitabı Zumər surəsinə görə hədislər toplusudur. Quran yazır, Allah bir-birinə bənzər, ikili mənalı ən gözəl hədisləri kitab kimi nazil etdi. Burada nazil edilən hədislər dedikdə oxuduğumuz Quran kitabı nəzərdə tutulur. Başqa sözlə, Zumər surəsinə görə Quran kitabı ikili mənalı hədislər toplusudur. Mənbələrə görə Həzrət Əbu Bəkirin dövründə toplanan hədislərin sayı cəmi 500 olmuşdur və bu hədislərin yazıya alınması məsləhət görülməmişdir. Həzrəti Ömər də hədisləri yazmaq üçün yığdı və onların sayı yenə 500 oldu və o da bunları yazmadı. Lakin 100 il keçdikdən sonra toplanan hədislərin sayı milyon yarımı keçdi. Belə çıxır ki, Peyğəmbərin dövrünə yaxın zamanda cəmi 500 hədis məlum idisə, bir əsr sonra onların sayı təxminən milyon yarıma qədər artdı. Bu, hədislərin sonradan düşünülüb yazılması deməkdir. Digər tərəfdən, bugün artıq məlumdur ki, müxtəlif 30 Quran kitabı olmuşdur və bizə təqdim olunan Hafsın Quranı ilə digər 29 Quran arasında 93 min fərq var. Harvard Universitetinin İslam şöbəsinin müdiri Professor Şadi Nassirə görə isə 10-cu əsrə qədər 700 müxtəlif Quran mövcud olmuşdur və bunların içindən ilk olaraq 7 Quran seçilmiş və sonda hazırki Quran əsas sayılmışdır. Bu o deməkdir ki, Quranın Qədr gecəsi nazil olması rəmzi mənadadır və bu mənalar bizə Quranın batini, yəni daxili, gizli mənaları kimi məlumdur. Yahudi və Xristiyan mətnlərində də apokrif, yəni gizli hesab edilən vəhlər var ki, onlar din xadimləri tərəfindən dərk olunmadığı üçün kilsə tərəfindən qəbul edilməmiş və qeyri-kanonik dini əsərlər hesab olunur. Bunlardan Yahudanın, Məryəmin, Nikodemin, Misirlərin, Varnavanın və s. İncillərini misal çəkmək olar. Bunların da Allah tərəfindən göndərilən vəhlər olmasına baxmayaraq, din xadimləri burada yazılanları anlamadıqları üçün bu kitablar qeyri-kanonik yazılar hesab olunur. Deməli, Allah və onun vəhlərinin, hədislərin batini, yəni gizli mənaları din xadimləri üçün əsas sayılmamışdır. Bunun əsas səbəbi isə son dövr dini rəhbərlərin Allahın bu iş üçün xüsusi yaratdığı seçilmişlər nəslindən olmamasıdır. Belə ki, mətnlərə görə Midiya kahinlərinin arasında özlərini Allaha xidmətə həsr etmiş peyğəmbərlər nəsli var ki, Allah onları seçilmiş adlandırmış və vəhləri yalnız onlara göndərmişdir. Əflatuna görə Allah bu anlayan tayfa, yəni xəbər gətirənlər nəsli üçün xüsusi qaraciyər növü yaratmış və onlara Allahla əlaqə, gələcəyi görmə və s. ilahi xüsusiyyətlər vermişdir. Quranda məhz bu müjdəçilər və xəbərçilər nəsli peyğəmbərlər adlanırlar və mən bu haqda internet səhifələrimdəki vəh nədir və peyğəmbərlərə necə gəlir adlı məqaləmdə ətraflı yazmışam. Bu peyğəmbərlər nəslinin son dövr din alimlərindən fərqi ondadır ki, onlar müqəddəs yazıların zahiri mənaları ilə eyni zamanda batini, yəni gizli mənalarını da anlayırlar. Quranın Zümər surəsi də məhz bu peyğəmbərlər zümrəsinə həsr olunmuşdur. Batini mənada Zümər, Zümrə rəmzləri, Sumer, Şumer rəmzləri ilə eyni olub, İssimar, yəni Midiyan marlarının, Seyid Mirilərin ilahi ruhlu Seyid Mirilər və s. anlamındadır. Başqa sözlə, qədim yazıların, vəhlərin, hədislərin batini mənalarını, bu iş üçün xüsusi yaradılmış zümrə olan Seyid Peyğəmbərlər nəslinin nümayəndələri anlaya bilər. Quranın Zümər surəsinin qeyd etdiyimiz ayəsində hədislərə ikili məna verən məsaniyə rəmzi aid edilir. Bu söz ən qədim Yahudi ədəbiyyatında Mişna kimi məlumdur və Tövratın yazıya alınmayan şifahi izahı mənasını verir. Bu şifahi izah qanunun daha dərin qatlarının gizli, yəni batini mənaları, təvili mənasındadır. Deyilənə görə Allah Musaya Tövratı verəndən sonra dedi, indi Tövratı İsrailə başa sal. Musa, dünyanın hökmdarı, mən onu onlar üçün yazaram dedi. Allah isə, mən onlara onu yazılı vermək istəmirəm. Çünki bilirəm, gələcəkdə dünya xalqları Yahudlar üzərində ağalıq edəcək. Onların Tövratını əlindən alacaq və onlara nifrət edəcəklər, deyə bildirdi. Deməli, Allahın Tövratın batini mənalarının insanlara yazılı verməməsinin səbəbi axirətdə digər xalqların bu kitabı özünkiləşdirilməsi ilə bağlıdır. Başqa sözlə, axirətdə Azəri Seydbərlərinin Tövrat kitabını digər xalqlar öz adlarına çıxacaqlar. Lakin bu kitabın batini mənalarını anlamadıqları üçün heç nə dərk etməyəcəklər. Mənim internet səhifələrimdəki Əsr İslam Tövratdan başlanır adlı məqaləmdə bu haqda əlavə məlumatlar var.
Məlumdur ki, Yəhudi ədəbiyyatının pşat adlanan hərfi, yəni zahiri mənasından başqa, remez, draş və sod adlanan daha dərin batini mənaları da var. Və bunların hamısının dərk edən Pardes adlanan cənnət əhli sayılır. Bu onu deməyə əsas verir ki, hədislərin də daha dərin batini mənaları vardır. Və Quran kitabında yazılanları anlamaq üçün onların bu ikili, yəni zahiri və batini mənaları birlikdə dərk olunmalıdır. Bu müqəddəs kitabların şifahi ötürülən batini mənalarının nə səbəbə gizli saxlandığını anlamaq üçün Tövratın batini mənalarına müraciət etmək lazımdır. Tövrata görə Babil qülləsinin tikilişindən sonra bu tikiliş haqda həqiqətlərin sir kimi qalması üçün Allah onu tikən ilk varlıqların vahid səfa dilini qarışdırmış və bu dildən 70 müxtəlif dil yaratmışdır. Babil qülləsi göydə yaradılmış cənnətin qapısıdır və bu cənnət haqqında həqiqətlərin gizli qalması üçün Allah ilk varlıqların vahid sufi dilindən müxtəlif dillər yaratmışdır və mən Qülle-i Al-Ala adlı kitabımda bu haqda yazmışam. Tikilişdən sonra dünyaya səfərlənən ilk insanlar müxtəlif dillərdə bu hadisəni rəmzlərlə yazmağa başladılar ki, burada rəmz kimi samitlər qeyd olundu. Bütün qədim yazılardakı hadisələr müxtəlif görünsə də, hamısının batini, yəni gizli mənası, məhz bu cənnətə və onun yaradılışının axirətdə təkrarlamasına əsas olunmuşdur. Əflatun bu haqda yazır. Bütün bunlar və bundan başqa minlərlə daha qeyri-adi şeylər yalnız bir hadisənin bəhrələridir. Lakin müəyyən zaman müddətində bunların çoxu yaddaşlardan silinmiş, qalanları isə dağını kaldadır və bunlar haqda ayrıca danışırlar. Bütün bunların kökündə isə nə olduğu haqqında heç kim danışmır. Tövratdakı hadisələrin də müxtəlifliyinə baxmayaraq, şifahi olan Mişna, yəni məsaniyə, bu hadisələrin əsl mənalarını insanlara sözlə çatdırırdı. Deməli, Qurandakı hədislər də ikili mənadadır ki, onların batini mənaları məhz cənnətlə, onun yaradılışı və axirətdəki taleyi ilə bağlıdır. Bu cənnət dünyası Tövrata görə 7 günə, yəni 7 zaman surəsinə yaradılmışdır. Və rəmzi mənada bu yaradılış Səbəul Mesani, yəni 7 qat daha dərin batini məna anlamındadır. Professor Şadi Nasser Səbəul Mesani rəmzini Qirayət-i Səba mənasında Quranın 7 cür oxunuşu kimi təqdim edir. Qirayət-i Səbanı bilənləri isə o, Qurra nəsli adlandırır ki, bu nəsil bizə Quranın bütün batini mənalarını anlayan Kari nəsli kimi məlumdur. Batini mənada Kari nəsli qədim Misirin qor yolu ilə gedən ilk Allahlar, pirlər, yəni fironlar nəslidir. Və mən internet səhifələrimdəki oxuduğumuz Quran həqiqi Quran deyil adlı məqalədə bu nəsil haqda yazmışam. Sufi məntiqində Kari, Qurra rəmzləri Rəbbin adı ilə oxunma mənasındakı İqra rəmzi ilə eyni mənalıdır. Başqa sözlə, Qirayət-i Səbanı bilən Qurra nəsli elə Rəbbin adı ilə oxuyan, yəni rəmzlərin batini mənalarını anlayan Peyğəmbərimizin Qureyş nəslidir. Tövratda bu Kari, Qor nəsli, Aqarlılar, yəni Həcər, Qacar nəsli olan Midyanın Gelat İsmailləri adlanır. İsmailiyyə fəlsəfəsində Peyğəmbər yox, danışan Quran, yəni Quranın batini mənalarını bilən natiq vardır. Deməli, Səbəul Mesanı, yəni Qirayət-i Səba mənasında olan Quranın 7 qat batini mənalarını Gelatın İsmailiyyə natiqləri bilirdilər. Sufi batinilər Quran dedikdə də lövh-i məhfuzda olan və ürəklərinə bilik verilmiş natiqləri nəzərdə tuturlar. Bu isə o deməkdir ki, Qədr gecəsi nazil olan Quran ürəyinə elm verilmiş natiqdir. Yəni, axirətdə İmam Əli obrazında zuhur edəcək, danışan Qurandır. Bütün bunlardan çıxan nəticə odur ki, oxuduğumuz Quran həqiqi Quran deyil, sadəcə ikili mənalı seçilmiş hədislər toplusudur. Qədr gecəsi endirilmiş əsl Quran isə kitab yox, kutubdur. Yəni, Quranın batini mənalarını bilən Karin nəslindən olan natiqdir, danışan Qurandır.